Bir uşağın kiçik motorikası düzgün inkişaf etməzsə, bu nitqin formalaşmasına mənfi təsir göstərə bilər. Barmaq hərəkətləri və nitq mərkəzləri beyində bir-biri ilə funksional əlaqədədir. Kiçik motorika zəif olduqda beyin aktivliyi də kifayət qədər stimullaşmır və bu söz ehtiyatının artımına, səslərin düzgün tələffüzünə, cümlə qurma bacarığına mənfi təsir edə bilər. Aparılan araşdırmalar göstərir ki, əgər bir uşaqda işarət barmağı formalaşmayıbsa, yəni uşaq adı çəkilən obyekti barmağı ilə işarə edib göstərə bilmirsə, bu nitqin inkişafı üçün ciddi siqnal ola bilər. Ona görə də nitq terapiyasında yalnız danışıq deyil, həmçinin incə motor fəaliyyəti də mütləq şəkildə dəstəklənməlidir. Unutmayaq ki, barmaqlar işlədikcə beyin aktivləşir, beyin aktivləşdikcə isə nitq yaranır.